Sınaq 7-nin suallarına baxacağıq. Başlayaq. Birinci suala deyir ki, Cəlil Məmmədquluzadənin Anamın kitabı əsərindəki hadisələrin düzgün ardıcıllığını müəyyən eləyin. Deməli, baxıram ki, Rüstəm bəy Gülbaharı Aslan bəyə verməyə məsləhət bilməsi bu əsərin əvvəlində olur. Cəmiyyət-i Xeyriyyənin iclasında Mirzə Zeynal ancaq ana dilində danışmaq təklifini irəli sürür. Deməli, bundan sonra baş verə bilər bu. Baxaq o birislərinə. Rüstəm bəy 2-ci sinifdə ədəbiyyat dərsinin çətinləşdiyini deyir. Hüseyn Zor Mirzə Cəfər qardaşların evində axtarış aparır. Bu sondadır. Deməli, Zivər xanım Məşədi Cəfərə pul verir. Bu bundan yuxarıda olmalıdır. Deməli, 5-4, 1-2-3-də ardıcıl gələcək. Cavabımız olacaq A variantı. Deməli, Cəlil Məmmədquluzadənin Qurbanəli bəy hekayəsindəki hadisələrin ardıcıllığına görə cədvəli tamamlayan fikirləri müəyyən edin. Belə bir sual bizi qarşılayır. Deməli, Naçalnik Pristavın ad gününə gəlir. Qurbanəli bəy Kərbəlayı Qasımı yallı oynamağa məcbur edir. Bunların arasında baş verə biləcək, bax, buranı istəyir bizdən. Qurbanəli bəy toyçulara Uzundərə çaldırır. Bu, yallıdan sonra baş verir. Ona görə bir bura uyğun gələ bilməz. Amma bundan sonra baş verir. Bir dəqiqə, Qurbanəli bəyin arvadı dünənki qonaqların gəldiklərini deyir. Bu bir bura uyğun gələ bilər, amma gözləyək. Qurbanəli bəy Pristavın arvadının ad günü münasibəti ilə kəndə gəlməsi. Bu əvvəldə olur, bundan əvvəl. Ona görə 2 heç birinə uyğun gəlməyəcək. Deməli, 2-ləri silirəm. Qurbanəli bəy axurda gizlənir. Bu lap axırda olur. Qurbanəli bəyin arvadının dünənki bu söhbətdən, bax, bu söhbətdən sonra olur deyə. Bu heç birinə uyğun gəlmir. 3 heç birinə uyğun gəlmir. Deməli, 4-də baxaq. Qurbanəli bəy ona içki süzülən stəkanı içki adlandırır. Deyir, niyə içmirsən? Pristav deyəndə ki, sən fanatik müsəlmansan. O deyir, yox, bu içkiyə oxşuyur. Deməli, bu uyğun gəlir bura. Deyəsən, bir dəqiqə, necə Pristavın günü gəlir? Qoyallı gedir. Bəli, bura uyğun gəlir 4. Naçalnik tövlədə Qurbanəli bəyin tərifli atlarına baxır. Bu, Qurbanəli bəyin arvadı dünənki qonaqları gəldiklərini deyəndən sonra olur. Bu 5 də heç birinə uyğun gəlmədi. Deməli, bir bura uyğun gəldi. 4 doğru, 4-1. Cavabımız olacaq A variantı. Sonra bizim PDF-də biraz ardıcıllıq pozulub. Olsun neynək. Klasteri tamamlayan fikirləri müəyyən edin. Anamın kitabı əsərindəki Gülbahar xalqına vətənlə bağlıdır. Bəli. Çobanların danışığını doğma hesab eləyir. Bəli. Doğma hesab eləyir. 1. Mirzə Həsənlə birlikdə lüğət yazır. Xeyr, elə bir iş görməyib. Gülbahar qardaşlarının kitablarının ana dilində yazılmadığı üçün yandırır. Belə bir fikir də yoxdur Gülbahar. Anasını üzən dərdi atasının vəsiyyətində deyilənləri dərindən anlayır. Bəli. Əddən anlayan Gülbahar idi da. 1-4. Senzor Mirzə Cəfəri evi axtarmaqda kömək edir. Xeyr, elə bir iş görmürdü. 1-4 cavabımız olacaq D variantı. 10-cu sualda nöqtələrin yerini yazıla bilər. Hüseyn Cavidin ana faciəsində nəsrlə verilən hissəli markadan gedir də söhbət. Hadisələrin baş verdiyi zamanı əks etdirir. Bəli olar. 1. Rejissor və rolları ifadə aktörlər üçün necə tutulmuşdur. Bəli. 1-2. Səhnədə göstərmək üçün necə tutulmayıb. Bu da düzdür. 1-2-3. Üzr istəyirəm. Monoloq və dialoqlardan ibarət olur. Xeyr. Baş qəhrəmanın fikir və düşüncələrini ifadə eləyir. Bu məzmundan çıxacaq. Xeyr. Əsərdə qaldırılan problem. Xeyr. 1-2-3 cavabımız olacaq B variantı. Uşaqlar. Əhməd Cavadın Səsli qız poeması ilə bağlı cədvələ uyğun fikirləri müəyyən edin. Yəni doğrudan doğrunu, yanlışdan da yanlışı tapacağıq. Qalib hökmdar məğlub hökmdarı öldürür. Elə bir fikir yoxdur, öldürmür. Mal-mülkün ondan sonra bağışlayır. Məğlub ölkənin din xadimləri qalib şahı sevinclə qarşılayırlar. Bəli, bu düzdür. Həqiqətən də sevinclə qarşılanma var. Sonra, qalib hökmdar əsərdə az görünür. Demək olar ki, az görünür. Bunu götürə bilərik. Götürək. 2-3. Arğun vəsiyyət etdiyi üçün Sarı Xaqanın xeyr, Arğun heç vəziyyəti zadını bilmirik. Biz heç görməmişdik onu Sarı. Görə öldüyünü bilirdi sadəcə. Cavabımız 2-3-4 A variantı olacaq. 3 dənə seçə bilirik çünki. Sonra keçək növbəti suala. Abdullah Şaiqin Anabacı əsərində anabacı ilə bağlı yanlış fikirlərdir. Anabacı ilə bağlı yanlış fikirlər. Bir həftə keçməsinə baxmayaraq ona verilən kağızı yazdıra bilməmişdi. Bu düzdür. Əsər bu obrazın dilindən nəql olunur. Anabacının dilindən nəql olunmur. Cavabımız B variant olacaq.
Süleyman Sani Axundovun Nurəddin hekayəsi ilə bağlı düzgün fikirləri müəyyən edin deyir. Nurəddin anasının ölümü onun dərslərinin zəifləməsinə səbəb olmuşdur. Belə bir fikir yoxdur. Xeyr, yanlışdır bu fikir. Rəhim Nurəddini evə apardıqdan sonra onun kim olduğunu aydınlaşdırır. Bəli, aydınlaşır da o soyundururlar ellər. 2 düzdür. Nurəddin atasından qalan miras üçün mübarizə aparır. Xeyr, miras mübarizəsi aparmırdı Nurəddin. Cənnətəli Nurəddin diləməyə məcbur edir. Xeyr, Cənnətəli xəstə olduğu üçün məsələ baş verir. Dilənmə hadisəsi dilənə bilmir heç. Utandığından dilənə bilmir. Gülpəri atasından izinsiz kəbin kəsdirib Əmraslanlara gedir. Bəli, 2-5. Cavabımız C variantı. Məhəmməd Hadinin Türkü nəğməsi şeirinin məzmununa buna fikir vermək lazımdır. Ümumiyyətlə, bəzən formal xüsusiyyətlərini yazırlar, ancaq məzmundan verirlər, çaşdırmaq üçün düz fikir verirlər, uşaqlar da çaşırlar. Məzmunun əsas nöqtənin yerinə yazıla biləcək doğru fikirlər. Türkü nəğməsi bura istəyir bizə. Əruz vəzni. Görürsünüz, əruz vəzni isə bu forma xüsusiyyətidir. Bir getdi. Şeirində məfkürə yolunda tökülən qanların hədər getməyəcəyinə inam ifadə olunmuşdur. Bəli, məfkürə yolunda tökülən qan hədər olmaz deyir. Götürəcəm. Doğru fikir istəyir də bizdən. Bəli. 2. Bütün çətinliklərə və məhrumiyyətlərə rəğmən nikbin ruhlu əsərdir deyir. Həqiqətən də elədir. 2-3. Şeirdə demokratik cümhuriyyətin qurulmasında və çəkilən əziyyətin hədər olmayacaq. Yox, demokratik cümhuriyyətin söhbət getmir burada. Şeirində şair qan ilə qazanılan zəfərin əldən veriləcəyindən alır. Xeyr, qan ilə qazandığı zəfəri verməliyiz əldən. İnam hissi var. Əksinə, şeirində qadınların göz yaşlarının yerdə qalmayacaqlarına inam var. Bəli. 2-3, 6 cavabımız B variantı. Davam eləyək. Dediyimiz kimi PDF-də vərəqlərin yeri səhv düşüb deyə 3-cü suala baxırıq. Deyir, Sabirin Neylərdin ilahi satirası ilə bağlı doğru fikri müəyyən edin. Elm əhlinin olmaması cəmiyyətdə cəhalətin hökm sürməsinə səbəbdir. Xeyr, belə bir şey yoxdur. Elm əhlinin olmaması fikri yoxdur. Cəmiyyətin siyasi sistemindəki çatışmazlıqlar əks olunub. Siyasi sistem belə bir fikir yoxdur. Əkinçilərin öz haqlarının müdafiəsinə qalxmasını müəllif alqışlayır. Əkinçi şeirində olsa ola bilərdi, o da burada deyil. Türk xalqlarının birliyi məsələsinə də toxunulub. Türk xalqlarından danışılmır burada. İnsanların taleyindən narahatlıq hissləri. Bəli, bir dənə variant E variantı qalıb onsuz da. Bəli, insanların taleyindən narahatlıq hissi. Cavabımız E variantıdır. Qurbanəli bəy əsərini, Qurbanəli bəy bilirsiniz də, novelladır. 2 dənə novella var, bir bombadır, bir də Qurbanəli bəydir, 2 dənəsi. Yəni daha doğrusu 2 dənəsi bizə imtahana düşə bilər. Deyir ki, Qurbanəli bəy əsərinin baş qəhrəmanı, yəni elə Qurbanəli bəyin özü ilə bağlı düzgün fikirləri müəyyən edin. Qulluqçularını təhdid və təhqir edir. Həqiqətən də edir. Biz balacalaşdıraq görək. Həqiqətən də təhqir və təhdid edir. Mənfi xüsusiyyətləri olsa da sözünün üstündə durmağa bacarır. Xeyr, durmağa bacarmır. Necə ki, axırında olur. Qonaqların yanında milli mənəvi dəyərlərə sadiq qalır. Əksinə, milli mənəvi dəyərləri tapdalayan bir insan, bir mülkədardır. Hadisələrin sonunda gülüş hədəfinə çevrilməsi həyatındakı məhrumiyyətlərlə bağlıdır. Əksinə, onun həyatında heç məhrumiyyət olmayıb. Yanlış fikirdir bu. Öz nitqi ilə Naçalnikin onun haqqında düşüncələrini alt üst deyir. Bunu götürə bilərik. 1-5. Cavabımız E variantı olacaq. Keçək 5-ə. Səsli qız əsərindəki Sara obrazı haqqında yanlış fikri müəyyən edin deyir. Əsərin ilk səhifələrini Saraya sunmuş Mətiyyədli. Düzdür bu. Vətənini sevən bu qız həm də çox cəsarətlidir. Necə ki, şahın, qalib hökmdarın qədəhinə qız zəhər tökəcək qədər cəsarətlidir. Saranın hökmdarı zəhərləməsi üsyanın başlamasına səbəb olur. Bəli, qalxır, üsyan eləyir, azadlığını qazanır. Sara həm nişanlısının, həm də xalqın qisasını alır. Bu da düzdür. Məğlub ölkənin şahı Saranı qalib və şaha təqdim edir. Xeyr, onun məmurları, xadimləri eləyir bunu. Cavabımız E variantı olacaq 5-də. 6-cı sualda Nurəddin əsərindəki hadisənin ardıcıllığını istəyir bizdən. Nə qəşəng sualdır bu. Ardıcıllıqdan yəqin ki, ən azı bir dənə sual olacaq imtahanda. Diqqətli olsanız tapa bilərsiniz. Asan sualın məzmunu dəqiq biləndən sonra rahat olacaq. Əvvəllər əsərlərin yazılma ardıcıllığını soruşurdular. Daha çox indi əsərin məzmun ardıcıllığını istəyirlər. Əmraslan Məşədə Cəfərin faytonunun qabağını kəsir. Deməli, bu əsərin Əmraslan və Gülpərinin planını eşidən Nurəddin qorxuya düşür. Deməli, gəb elə yazaq. 1. Əmraslan
və Gülpərinin planını eşidən Nurəddin qorxuya düşür. Bu ondan sonra baş verib həqiqətən də. Rəhim kişi özünü Nurəddinlə müqayisə edərək onu üstün tutur. Bu əsərin sonundadır. Bunu yazaq son tərəfə. Gülpərinin Nurəddinə mehriban davranması onu təəccübləndirir. Bu əsərdə atası öləndən sonra başlayır da Nurəddin bunu eləmək. Bu lap əvvəldə olacaq. 4-1-2 ilə başlayacaq cavabımız. Baxaq elə bu deyil, bu deyil, bu deyil. 2 variant arasında qalırıq. Sonda 3. 5-ə baxaq elə. Rəhim faytonla vurduğu uşağın Nurəddin olduğunu öyrənir. Hə. Bundan sonra özünü müqayisə edir də. Deməli 5-dən sonra 3 gələcək. Cavabımız A variantı olacaq. Venn diaqramındakı yanlış fikirləri müəyyən edin. Əkinçi ilə nə elərdin? İlahi. Tipin öz dili ilə özünün ifşasına yer verilib. Bizə yanlış fikir istəyir. Götürməyəcəm biri. Testdə daha tez sürətli tapaq deyə birlərinin üstündən xətt çəkirəm. Əkinçi peşəsinin çətinlikləri öz əksini tapmışdır. Bu yanlış fikirdir. Əkinçi peşəsinin çətinliklərindən danışılmır ki burada. Əkinçinin düşdüyü vəziyyətdən danışılır. 2-ni götürəcəm. Əsərin ifadəliyini artırmaq üçün bədii ifadə vasitələrindən istifadə olunmuşdur. Hər ikisində varmı bu? Hər ikisində də var. Məncə var. Ona görə 3-ü də götürməyəcəyik. 3 olanların üstündə xətt çəksə qalacaq cavabımız. C variantı amma baxaq. Milli, mənəvi və bəşəri dəyərlərə yer verilmişdir. Milli dəyərlərə yer verilməyib. Bu yanlış fikirdir. 4-ü götürəcəm. Əsərlərin mövzusu Azərbaycan həyatı ilə məhdudlaşır. Yox, ümumbəşəridir. Əsərləri Sabirin 2, 4, 5 cavabımız C variantı. Haqverdiyevin bomba hekayəsinə aid hansı fikir Zavyaska mərhələsi hesab etmək olar? Deməli, ekspozisiya Zavyaska kulminasiya Razvyaska bir də olurdu final. Pristav Kərbəlayı Zala ondan narazı olduğunu bildirir. Bu əsərin əvvəlində verir, amma bunu Zavyaska kimi götürə bilərik əslində. Gəl baxaq elə. Bunu bir təqribi Zavyaska eləyək. Kərbəlayı Zal işdən qovulur. Bu finaldır. Feyzullah çuvalın ağzını açaraq qarpızı çıxartmaq istəyir. Bu açılış olar. Çünki ondan sonra qovurlar onu. Arvadı Kərbəlayı Zala məsləhət verir. Bu olacaq ekspozisiya. Feyzullahın evində bomba axtarışında Brazilyaska. Cavabımız olacaq A variantı. Sonra İblis əsəri ilə bağlı yanlış fikir müəyyən edin. Əsərdə real müharibə səhnələri təsvir olunub, xeyr, olunmayıb. Yanlışdır, götürəcəm. Deməli, belə qoyaq, götürərək. Əsərin əsas ideyası çirkin ehtirasların tənqididir. Bu doğrudur. Əsər İblisin monoloqa başlayıb, amma düzdür bu da. Monoloqu ilə bitir, düzdür. Əsərdə qaldırılan problemlər sənətkarın yaşadığı dövrdə baş verən faciələrin əks sədasıdır. Bunu götürə bilərik düz. Əsərin sonunda Arif kamil insan çevrilmir. Xeyr, çevrilir, yazılıb, çevrilmir. 1 ilə 5-i götürmüşəm. Belə variant varmı? Var. C variantı. Ana məzun faciəsindəki hadisələrin baş vermə ardıcıllığı. Artıq neçənci ardıcıllıqdır. Baxaq. Səlim Qampoladın gəlişi ilə bağlı Səlmanı müjdəliyir. Deməli, bu Səlim Qampoladın gəlişi ilə bağlı Səlmanı müjdəliyir, deyir 16-da. Hadisələr əsərin biraz irəlilənməsində baş verir, irəli hissəsində baş verir. Səlma ana oğlunun qatilini tanısa da qaçmasına kömək eləyir. Bu sonda olur. Bu sondur. Orxan İsmət öz hissini bildirir. Bu əsərin əvvəllərində olur. Səlma Mollanın yanına gedir. Bununla başlayır. Deməli, biz 4 götürə bilərik. İsmət Xəncərlə bağlı həqiqəti Səlma deyir. Aha, 4, sonra 3 götürəcəyik. Axırda da 2 olacaq. 4 ilə 3 ilə başlayıb axırı 2 olan. Bir dənə budur. B variantı. Gəl indi baxaq ardıcılığa. 5 sonra İsmət Xəncərlə bağlı həqiqəti Səlma deyir. Haçan deyir. Orxan öz İsmətini bildirəndən sonra İsmət qardaşına deyir. Düzdür bu. Bir də ki, Qampoladın Səlmanın müjdələnməsi. Cavabımız olacaq elə B variantı. Mirzə Ələkbər Sabirin Əkinçi şeirinin məzmunu ilə bağlı düzgün fikirləri müəyyən edin deyir. Əkinçi şeirinin məzmunu ilə bağlı. Əkinçi amansızcasına istismar olunur. Olunurmu? Olunur. Bu düz fikirdir. Bunu mən götürəcəm. Biri götürəcəm. Əruz vəznində yazılıbmı? Yazılıb, yazılmayan. Amma bu bizim məzmun xüsusiyyətini istəyir. Bu forma xüsusiyyətidir. 2-dir. Buradan gəlirəm, 2-ləri silirəm. 1 ilə başlayıb cavabım. Ya budur, ya da budur. Gəlin 3-ə baxalım. Mülkədar kəndlinin az çalışıb çox yeməyindən narazıdır. Deyir, çox danışma mənə, çox çalışıb az yeməyindən.
Çox yeməyindən yox, az yeməyindən. Az çalışıb sərsə veriblər ki, çaşdırsınlar bizi. Deməli, bu yanlış fikirdir. Gedək. 1-3 olan variant gedək. Cavabımız D olacaq yəqin ki, baxaq ancaq. Mənim ehtimalım. Əkinçinin borcunu qaytara bilməməsi mülkədə əsəbləşdirir. Bəli, əsəbləşdirir. Mülkələrin əkinçiyə münasibətində təkəbbürlülük var. Bəyzadəyəm. Bəli, həqiqətən də cavabımız D variantıdır. Sonra 18. Ana əsərindəki surətlər və onların xarakteri baxımından hansı bənddə uyğunluq gözlənmir? Yəni səhv fikir istəyir də bizdən, səhv. Səlma qonaqpərvər, məğrur və qürurludur. Düzdür bu. İsmət sədaqətli, gözütuq əqidəlidir. Bəli, Orxan sözünün qulaq. Düzdür bu. Orxan namərd, şöhrətpərəstdir. Düzdür. İzzət qatil olsa da səhvini başa düşür. İzzət öləcək, yox, xeyr. Nurad qorxu, günah, peşmanlıq hissi bəlidir. Özünü axırda qılıncla, xəncərlə daha doğrusu öldürmək istəyir hətta. Bu da düzdür. Cavabımız dedi, İzzət qatil deyildi. Hüseyn Cavidin İblis əsərinə əsasən cədvələ tamamlayan fikri müəyyən edin. Nə qəşəng sualdır bu. Arif altun qurşun sınağından çıxa bilmir. Belə suallar deyirik. Nəticədə nə olacaq? Nəticədə vasifə yox, mənəvi saflığını qoruma çalışır. Yox, haqq ədalət axtarışı Arifi kamil insana çevirir. Xeyr, nəfsini quluna çevrilib cinayətkar olur Arif. Bəli. Deməli, bura uyğun gələcəkdir. Arif altın qurşun sınağından çıxa bilmir. Nəticədə nəfsinin quluna çevrilib cinayətkar olur. Görəbüstü fikrə baxaq. Vasif mədəniyyətə qılıncdan daha çox önəm verir. Yox, bu səbəb deyildi axı. Gəlin indi nəticəyə baxıb səbəbi tapaq. Rəna Vasifə könlünü verir. Özü də demişdi ki, atamın qatilini kim tapsa, ona könlümü verəcəm. Vasif Rənanın atasının qatilinin kim olduğunu deyir. Deməli, burada uyğun gəlir A. Haqqada taşı yox. Bunların heç biri uyğun gəlmir. 1D, 2A. 1D, 2A. Cavabımız C variantı. İblis faciəsinə aid doğru fikirləri müəyyən edilir. Deməli, deyir ki, İblis Arifə əvvəl atəş, indi isə bir mələk olduğunu deyir. Deməli, əvvəl atəş, sonra isə bir mələk olduğunu deyir. Belə bir fikir var idi mi? Xeyr. İbn Yəmin Elxandan əfv olunmasını istəyir. Aha. Sonra Arif altın və qurşun sınağından çıxa bilsə də, yox, bilmir. Bilmir. Üçlərin üstünə xətt çəkər getsin. Quldurlar meşədə Ariflə Rənanın qarşısını kəsirlər. Arif Tanrıdan onu göylərə qaldırmasını istəyir. Bəli, belə bir fikir var. Arif İblisin əlini öpür. Deməli 4, 5, 6. Cavabımız olacaq B variantı. Sonra 21. Əhməd Cavadın Səsli qız poemasına əsasən cədvələ uyğun gələn obrazı müəyyən edin. Əməli, uyğun gələn obrazın. Əhalini qılıncdan keçirir. Nitqi mən saran əlinə mevcud də bu qalib hökmdar. Xarakterdəki zülmkar. Klasteri tamamlaya bilən fikirləri müəyyən edin. Bomba əsərindəki Kərbəlayı Zal Feyzullahın evdə bomba olduğunu düşünür. Feyzullah ilə köhnədən ədavəti xeyr, köhnədə ədavəti yox idi. Pristavın sözlərindən böyük narahatlıq hissi keçirir. Evdə arvadına pristavın dediyi sözlərini danışmır. Arvadının dükan açmaq təklifini qəbul etmir. Deyir də hökumətdən aldığın pulun ləzzətini bilmirsən, arvada deyir. Qəbul etmir. Bu düzdür. Xalqına fayda vermək üçün dövlət qulluğundan çıxmaq istəmir. Xeyr, hökumətdən aldığı pul ona ləzzətli. 2-4 cavabımız C variantı. Axundovun Nurəddin əsərində tənqid edilən xüsusiyyətləri müəyyən edin. Pislik var idi, məsələn, Gülpərinin simasında tənqid olunurdu. Cəhalət də var idi. Simiclik, xəsislik yox idi, belə bir şey yox idi. Nankor, həm də nankor idi da. Gülpəri, bunu da götürə bilərik. Paxıllıq hissi deyə bilərik mi? Xeyr, bunu deyə bilmərik. Paxıllıq tam olaraq yox idi orada. 1, 2, 4. Bunun cavabı olacaq 23-də 1, 2, 4. 20-ci əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı ilə bağlı doğru fikirlər istəyir bizdən. 24-də doğru fikirləri istəyir bizdən. Romantizm ədəbi cərəyan kimi meydana çıxmışdı. İlk satirik jurnal Mövlana Nəsrəddin götürə bilərik. 1, 2, bu kodlaşdırma sualıdır. Variant axtarırdım mən. İlk məzum allegorik piyes xeyr 20-ci əsrin əvvəllərinə aiddir. Satirik publisistika meydana çıxmışdı. 1, 2, 4. Faciə janrının ilk nümunəsi. Xeyr. Cavabımız olacaq 1, 2, 4. 26-cı sualda Əhməd Cavadın Azərbaycan bayrağına şeiri ilə bağlı yanlış fikirləri işləyir. Yanlış fikirləri. 1. Allahın yıldızı o gözəl pəri misrasında bayrağımızdakı ulduza işarə edilmişdir. Bu düz fikirdir. Götürmədim.
Vətənimizin durna gözlü bulaqları, cənnət kimi oymaqları. Bu Səməd Vurğunun Azərbaycan şeirini adam yadda salır. Yəni Azərbaycan bayrağının şeirində belə bir fikir yoxdur. Götürəcəm. Sovet dövründə yazılmışdı. Xeyr. Xalq Cümhuriyyəti dövründə yazılıb. Bu da getdi. Qoşma kimi qafiyələnib. Bəli, bu düzdür. Bizə isə düz lazım deyil. Lirik qəhrəmana görə nəinki bayraq, hətta onun kölgəsi düşən yerdə öpülməyə layiqdir. Öpüm kölgən düşən müqəddəs yeri. Bəli, bu da düzdür. Bunu da götürməyəcəm. 2-3. Cavabımız 2 və 3. 27. Mirzə Məhəmməd. Deməli, bu anamın kitabı ilə bağlıdır. Mirzə Məhəmməd Əli Rüstəm bəy və Səməd Vahid. Belə eləyək. Bunun qabağından 1 qoyaq. 2 və 3. Getdik. Fikirlərini ifadə etmək üçün daha çox Osmanlı türkçəsindən sözlərdən istifadə edən Səməd Vahid idi. 3-ə uyğun gəlir A. Çobanların danışığının, söhbətinin, yox, bunların heç birinə aid deyil. İranda təhsil alan bu obraz Mirzə Məhəmməd Əli idi də. Çobudluğu ilə seçilir. 1 olacaq C. Ailədə nüfuz və söz sahibi kimi qəbul edilməli olduğu halda ehtiyatlı davranmağa məcburdur. Bu ana idi, ana. Bəli, qorxa-qorxa danışırdı. Hətta uşaqları ilə elə danışırdı ki, onu iş görür, qovurdular belə, çobud danışırdılar öz anaları ilə. Bunların heç birinə uyğun gəlmədi. Lüzumsuz işlərə məşğul olduğunu etiraf edən Rüstəm bəy idi. Deməli 1C, 2E, 3D A. Belə.